Fikrət müəllim, sizinlə eyni dövrdə çalışan diplomatlardan dövlət katibi, xarici İşlər naziri, səfir vəzifəsinə yüksələnlər oldu. Siz isə bir müddət sonra jurnalistikanı seçdiniz, Azərtacın baş direktoru oldunuz. Niyə xarici siyasət, diplomatiya sahəsindən uzaqlaşdınız? İş arasındadır ki, mən həqiqətən həmişə diplomat olmaq istəyirdim. Amma Azərtacın rəhbəri Yefim Qurviç adlı bir şəxs var idi. Çox hazırlıqlı, deməli, çox bilikli, yaxşı redaktor idi. Hətta deməli, bizim ümummilli liderin Heydər Əliyevin yaxın bir adamı idi. Köməkli edirdi. Mərkəzi komitədə onun kabineti var idi. Bütün sənədlərə o baxırdı, ona tapşırılırdı və s. Və orada bir neçə Azərbaycanlı onun mavini vəzifəsində işləyən onunla yola getmirdi. Onun xəsiyyəti biraz ağır idi. Məni dəvət elədilər. Dedilər ki, ora savadlı bir Azərbaycanlı lazımdır və dedilər ki, bəs biz səni ora təyin etmək fikrindəyik. Mən razılıq verdim və məni Kamran Bağırov, o vaxtki ölkə rəhbəri, qəbul etdi və maraqlı bir söhbətimiz oldu. Dedi ki, o çox mürəkkəb adamdır, həmin o Qurviç. Sən ondan dil tapmalısan. Çünki əgər dil tapmasan, sənin də taleyin oradan gedən deməli, insanların taleyi gözləyir. Elə mən kabinetdən çıxan kimi gördüm həmin o Qurviç dayanıb qəbul otağında və yaxınlaşdı mənə. Dedi ki, nə dedi sənə Kamran Bağırov? Mən indi deyə bilmərəm ki, dedi ki, sən mürəkkəb adamsan. Dedim ki, Kamran Bağırov dedi ki, siz təcrübəli bir jurnalistsiniz, rəhbərsiz və mən sizlə deməli işləyərkən sizdən bir çox şeylər öyrənməliyəm və sizə kömək etməliyəm. Və bununla bu məsələ bitdi. Mən orada artıq işlədim, mavin, sonra da baş direktor oldum.